Salam değerli abituriyentlər, hər vaxtınız xeyir olsun. Deməli, bugün mən sizə sınaq nömrə 7-nin izahlarını verəcəm. 4-cü qrupdur. Bura aid olan mövzular maqnit sahəsi induksiyası, elektromaqnit induksiyası və maqnit sahəsi enerjisidir. Baxırıq birinci suala. Deyir ki, xüsusi yükləri, xüsusi yük dedikdə nə başa düşürük? Q başa düşürük, düzdürmü? Q böl M deməkdir bu da. Aha. Q1 bölünsün M1 bərabərdir. 2 Q2 bölünsün M2 olan yükü zərrəciklər bir cisim maqnit sahəsinin indüksiya xəttlərinə perpendikulyar istiqamətdə eyni sürətlə daxil olur. Zərrəciklər mərkəzi qaçma təcillərinin nisbətini deyir, hesablayın. Biz burada nə edəcəyik? Deyəcək ki, P bərabər olmalıdır Q ve B'ye. Düzdürmü? Biz buradan A'nı tapsaq Q ve B bölünsün ne yazarıq? M yazarıq. Dedik ki Q bölünsün M neye bərabərdir? Q bölünsün M elə Q ştrixa bərabərdir. Düzdürmü? Şimdi buradan da xüsusi yükləri bu şəkildədir. Q1 bölünsün M1. Burada da Q2 bölünsün M2'dir. Yani Q1 ştrix bərabər olmalıdır. 2 Q2 ştrixa. Düzdürmü? Aha. Bize ne istəyir? A1 bölü A2'ni istəyir. A için yazacağım ki A beraberdir Q eşittir VB. İndi ikisi de maqnit sahəsində daxil olur. B indüksiya vektoru sabitdir. Eyni sürətlə deyir V də sabitdir. Onda A Q ştrixdən düz mütənasib asılıdır. A1 böl A2 bərabər olmalıdır. Q1 ştrix bölünsün Q2 ştrix. İndi Q1 ştrixi yeni 2 Q2 ştrix yazanda nisbət edəcək cavab 2. Elə də C variantı. Geçirici kapalı konturdan keçən maqnit seri zamana görə bu qanunla dəyişir. Deyir ki, konturda yanan indüksiya hekəsinin zamanı qrafiki. Baxın, biz hər zaman demişik ki, Lenz qaydasına əsasən indüksiya cəryanının ifadəsi elektrik hərəkət qüvvəsi bərabər olmalı Lenz qaydasına əsasən mənfi delta fi bölünsün delta t. Düzdürmü? Hər hansı bir kəmiyyət dəyişməsinin zaman dəyişməsinə olan nisbəti isə bizə nəyi verməlidir? Həmin o kəmiyyetin zamana görə birinci tərtib törməsini verməlidir. Fi'nin zamana görə birinci tərtib törməsi. İndi bu ifadənin törməsinə baxaq. 60'ın törməsi 0. 10t'nin törməsi çıxılsın 10 yazacağım. Üzərinə gəlsin. 2t kvadrat törməsi isə 4t'dir. Aha. Onda biz ne edəcəyik? Deyəcək ki, indüksiya HGS üçün ifadəmiz mənfi 10 üzərinə gəlsin 4T şəklində olmalıdır. İndi baxın, görəm ki, fi T'dən kvadratikdir, düzdürmü? Parabolik, kvadratik və dik asılığın törəməsi xətti düz asılıqdır. Ona görə də biz buradan A variantını, C variantını silərik. B, D, Y arasına qalarıq. Və qiymət hardan başlayır? Qiymət mənfi 10'dan başlayır. Amma biz nə etməliyik? Qarşıdakı mənfi olduğu üçün, yəni burada da qarşıda mənfi bir ifadə var idi da. Burası yazmadıq ki, hə, bir mənfi ifadə var. Ona görə də olacaq ki, müsbət 10 çıxılsın 4'te. Aha, bax, fikir verin, 10 çıxılsın 4'te. Ona görə də artıq müəyyən 10 qiymətindən başlayacaq. Deyin də sildi. Və qarşıda mənfi olduğuna görə azalacaq. Cavab nə oldu? Ondan başlayır, azalır, Y variantı olmuş oldu. Yani bunu başqa cür necə yanaşa bilərdiniz? Deyərdiniz ki, fiilin zamanına görə tərtib törməsini tapırıq, qarşıdakı mənfi əsasın əksini götürürük. Mesela mənfi 10 üstə gəl 4 tapmamışdıq, ondan tam əksini götürürük. Çünki biz normalda da bilirik ki, burada məsəl üçün yavaşın hərəkətdir, düzdürmü? Eyni qaydadadır, amma ki bu x oxun əksinədir. Bir növ deyək də, yəni tutaq ki x oxun, x tənliyi olsaydı. Yəni bunları tam əksi kimi götürürük və hər bir tərtib törəmə kimidir də. Kvadratın tərtib törəməsi düz asılıqdır. Düz asılığın tərtib törəməsi sabitlikdir. Sabitlikdə isə sıfırdır və s. Daha sonra gəlirəm 3-cü suala. Deyir ki, 3-cü sualda maqnit sahəsində cəryanlı naqilin hərəkəti zamanı amper qüvvəsini gördüyü üçün naqilin yerləşməsi nasıl qrafiki verilib? Deyir, maqnit indüksiya vektoru 20 milli Tesla, cəryan işleti 3 amperdir. Aktiv uzunluğunu deyir hesablayın. Biz normalda nə bilirik ki, F amper bərabərdir IBL-dir, düzdürmü? Sinüs 90 dərəcə olduğuna görə bir daha yazmıram. Sinüs 90'da bir qiymətini alır. Amper qüvvəsinin gördüyü iş isə F amper vurulsun S yer dəyişimi olmalıdır. Hər hansı bir kəmiyyətin, hər hansı bir qüvvənin gördüyü iş əslində həmin o qüvvənin yer dəyişimi olan hasilidir. Onda mən burada məsələn 0,9 ilə getmək istəyirəm, amma 1,8 ilə də gedə bilərik. Bu arada kəmiyyətlərə mütləq fikir verin, vahidlərinə fikir verin. Burada millic oldu, burada isə metrdir. Onda nə edəcəm? Bax, fikir verin buradan. A işini, indi bizdən el uzunluğunu istəyir. Bunları bərabərləşdirsək nə olacaq? Daha doğrusu bərabərləşdirməyək də. Hara getdi bu? Hə. Yəni F amperi burada IBL burada yerini yazaq. IBL S olmuş olacaq.
İndi biz buradan eli tapmaq istəsək, A işini, amper işini bölərəm nəyə? I, B, S-ə. Hə, все. Onda A işimizin yerinə 0,9 millijoule, yəni onun üstü mənfi 9 yazıram. Sonra I cərəyan işlətimiz 3 amperdir. 9 neydi? Onun üstü mənfi 3 millidirsə. Hə. B'nin yerinə 20 milli Tesla yazacağım. 20 onun üstü mənfi 3 deməkdir. Bu da S məsafəmizdəki 0,1'dir. İndi hesablama artıq kimə görə necə olur? Yəni belə hesablanır. Onsuz mənfi 3'ləri ixtisar apararıq. Birinci 0,9 ilə 0,1 ixtisar aparsaq 9 qalar. 9 ilə 3'ü ixtisar aparsaq burada 3 qalar. 3 bölü 20. 3 bölü 20 də bizə neyi verər? 0,15 metri verər. Bu da 15 santimetr deməkdir. Cavab eləyər B variantı. Sonra dördüncü suala baxırıq. Dördüncü sual. Eləyir diaqramlı sualdır. Aha. Bunları belə götürsək bəsdir. Nə olacaq burada? Deyir ki, Q1'miz müsbətdir. Burada da çevrəyə toxunan istiqamətdə sürət yönəlib. Düzdürmü? Q isə müsbətdir. Biz bilirik ki, Lorentz qüvvəsi hər zaman mərkəzi doğru yönəlir. F Lorentz mərkəzi doğru yönəlirsə, sürətimiz də yuxarı doğru yönəlirsə, onda biz əlimizin üstünü görməliyik. Niyə görə? Bax, fikir verin. Ona görə ki, baş barmaq Lorentz qüvvəsi sağa tərəf yönəldi. 4 barmaq yuxarıya doğru i cərəyan istiqaməti, daha doğrusu sürətin istiqamətidir Lorentz qüvvəsi olduğu üçün. Amperdə i cərəyan şiddəti olacaq. Ona görə də əlimizin üstünü görürük. O əlimizin üstü nə deməkdir? Yəni nöqtədir. Onda şəkil müstəvisinə bizə doğru yönəlməlidir. Bizdən şəkil yox. Şəkil müstəvisinə bizə doğru perpendikular yönəlməlidir. Bir gəldi bura. Sonra ikincisində tam tərsi olacaq. Niyə görə? Çünki Lorentz qüvvəsi aşağı doğrudur, mərkəzi doğru yönəlir də və belə eləyəcək. Bu mənfidir. Normalda mənfidirsə deməli Lorentz əksinə yönəlməliymiş. F Lorentz belə yönəlməliymiş, düzdür? Ona görə də əlimizin içini görürük. Çünki mənfi olduğu üçün belə deyək də aşağı doğru yönəldi. Onda deyəcəm ki, əlimizin içini görürük. Niyə? Çünki 4 barmaq sağa doğru belə gedir. Baş barmaq da yuxarı olanda əlimizin içi olur. Hə, bu səbəbdən artıq deyəcək ki, bu şəkil müstəvisinə bizdən şəkil müstəvisinə doğru olmalıdır. 2 gəldi bura. Yüklü zərrəcin kinetik enerjisi dəyişmir. Çevrə üzrə hərəkətdir. Ona görə də sürət sabit olduğu üçün heç birində dəyişməyəcək. Bir nöqtəsi olan anda Lorentz qüvvəsi sağa yönəlmişdir. Bu doğrudur. Bu gəldi dördüncüsü üçün. Bir nöqtəsində olan anda Lorentz qüvvəsi aşağı yönəlmişdir. Bəli, bunu da buradan göstərdik. Çünki çevrən mərkəzin doğru yönəlir. Cavab eləməlidir. 1, 4, 2, 5, 3. 1, 4, 2, 5, 3. Bu da bizim üçün A variantı olmuş oldu. Bu şəkildə. Növbəti suala keçid edirəm. Deməli, 5-ci. Xüsusi yük 3,6 10 üstü 10 kulon bölü kilogram olan zərrəcik indüksiyası 0,4 Tesla olan maqnit sahəsinə perpendikulyar daxil olur. 7,2 10 üstü 16 metr bölü saniyə kvadrat təcili bərabər sürətlə hərəkət edir. Təcili ilə bərabər sürətlə hərəkət edir. Zərrəciyin dik sürətini hesablayın. Deməli, xüsusi yükümüz köçdürük var bizim əlimizdə 3,6 10 üstü mənfi 10 üstü müsbət 10. B indüksiya vektoru 0,4 Tesla. Sonra təcilimiz A bərabərdir 7,2 10 üstü 16. Zərrəci sürətini hesablayayım deyir. Biz demişdik ki MA nəyə bərabərdir? Q və B'yə bərabər olmalıdır. İndi buradan A'nı tapsam nə olacaq? Q bölünsün M VB. Q bölüm köçdürüqdir. Köçdürüq VB olacaq. Bunu bayaq da yazmışdıq əslində. Onda necə hesablayarıq? A bərabər olar. Köçdürüqümüz nə qədərdir? Bunları bir-birinə vurarıq da. Yo, bizə sürət istəyirdi, hə? Mən A təcini tapdım. Onda gəlin tapaq, heç bir problem yoxdur. Onda dedik ki, buradan V'ni tapsaq, nə olmalıdır? MA-nı QB-yə bölməliyim. İndi dedik ki, Q böl M, Q böl M nədir? Buradakı Q böl M, köçdürüqdir. Ona görə məxrəcdə köçdürüq olacaq. A bölünsün, köçdürüq B. İndi, gəlin aşağını ağardaq, yazmağımıza rahat yer olsun. Onda. V bərabərdir. A 7,2 10 üstü 16'dır. Hə? Mən burada 10 yazmışım. 16. Köçdürüqümüz 3,6 10 üstü 10'dur. B isə 0,4'dür. Görək nə alırıq buradan.
7,2 ile 3,6 ixtisar gedir. Burada 2 qalır. 10 ile 10 üstü 16'dan burada 6 qalacaq. 2'ni 0,4'e bölmək 20 bölü 4 5 deməkdir. 5 10 üstü 6 aldıq. Buna da cavabımız B variantı uyğun gəlir. Daha sonra 6-cı. Deyir ki, ABC'de qapalı keçirici kontur cəryanın naqili maqnit sahəsində şəkildə kimi hərəkət etdirilir. Kontur dayanan cəryan, indüksiya, cəryanın maqnit sahəsi, indüksiya vektorun O nöqtəsində x istiqamətini müəyyən edin. Bax, indüksiya cəryanı yuxarıya doğru yönəlir. Düzdür? Onda biz də hər zaman deyirik ki, sağ buruq qaydasına əsasən baş barmağımız yuxarı i cəryan istiqaməti yönəlir. Bu dönən dörd barmağımız isə B indüksiya vektorunun istiqamətini göstərəcək. Və hər zaman bunu belə qeydə alın ki, i cəryanın sağ tərəfi x-dır, sol tərəfi nöqtədir. Çünki hər dəfəsində sağ tərəfdən daxil olur, istiqaməti, yəni cəryan axın istiqaməti ilə baxsaq. Sol tərəfdə isə barmaqlarımızın ucunu görürük. Ona görə də bax, bu hissə olacaq x. Onda O nöqtəsi elə x və indüksiya vektoruna düşmüş olacaq. Cavab eləyər D variantı. Sonra 7-ci suala baxıram. Bir cisim maqnit sahəsində çevre üzrə bərabər sürətlə hərəkət etməyə yüklü zərrəcik trayektoriyanın bir nöqtəsində olan anda sürətin və Lorentz qüvvəsinin istiqaməti. Çevrə cızılıbsa burada Lorentz hər zaman mərkəzə doğru yönəlir. F Lorentz. Onda deməli baş barmağımız İndi bu x-dır da, hə? İndi baş barmağımız sağa tərəfdir və x-dırsa əlimizin içini görməliyik. Onda bu şəkildə olacaq. Belə. Düzgün çəkmə. Yəni bu şəkildə. Aha. Yəni bu bizim Lorentz qüvvəmizdir. Burada da sürətimiz olmalıdır ki, əlimizin içini görürük axı. Onda sürət aşağı doğru, Lorentz isə sağa doğru. Baxaq bir də. A uşaqlar mənfi yüklüdür burada. Hə? Mənfi yüklüdür. Mənfi yüklü olduğuna görə normalda Lorenzimiz, hə, ona görə cavab yoxdur burada. Normalda dediyimiz kimi mənfi yüklü olduğu üçün Lorenz normalda beləymiş, biz əksin istiqamətini götürürük də. Onda Lorenzi əvvəlki halına götürsək, əlimizi içində görsək bir olacaq. Baş barmaq sola tərəf, dörd barmaq da belə yuxarıya doğru yönəlir. Bu şəkildə. Neysə. Bura x-dır. Onda deməli sürət yuxarıya doğru, Lorentzdəki mərkəzə doğru yönəlir. Əla. Buna da uyğun cavabımız A variantıdır. Sonra 8-ci suala gəlin keçək. 8 deyir ki, nə deyir? Maqnit sel dəyişməsinin kontur müqavimətinə nisbəti. Nə deyir? Maqnit selin dəyişməsinin kontur müqavimətinə olan nisbəti. Delta finin R olan nisbəti. Bu bizə Q-ni verirdi uşaqlar. Q-R bərabərdir delta fidir. Ona görə də elektrik yükümü qeyd eləyəcək. Bunun isbatı da var. İstəsiz verirəm o isbatını sizə dərs zamanı. Amma yəni onu əliyyatda saxlamanız kifayət eləyir hələlik. Deyir ki, cəryanlı naqil bir cisim maqnit sahəsində şəkildə kimi yerləşdirilib alfa bucağı 2 dəfə artırılarsa naqili təsirindən bir qüvvəsinin qiyməti. Biz də bilirik ki, F amper nəyə bərabərdir? İBL sinus alfaya bərabərdir. İndi sinus 30 dərəcədir. İBL dəyməyiblər. Sinus 30 dərəcədə 2-də 1-dir. 2 dəfə artırsam sinus 60 olur. O da kökdə 3 bölü 2-dir. Mən də baxaram ki, 2-də 1-dən kökdə 3 bölü 2 keçibsə, deməli kökdə 3 dəfə artıb. Ona görə də cavab eləyəcək C variantı. Sonra 10-cu sual. V1 bölünsün metr kvadratı. Bu fi bölünsün S deməkdir. Fi'nin yeni base yazsaq. Yəni olacaq beyin maqnit indüksiya vektoru. Ona görə də cavab eləyəcək A variantı. Sonra 11-ci sual. K çarı qapadıqda 0,5 saniyə müddətində 2 volt öz-özünün indüksiya həqəsi yaranır. Bu müddətdə dövrdə cəryan şiddəti nə qədər dəyişmişdir? Hə. İndi bax fikir verin. El induktivliyi verir bizə. K çarını qapayırıq buradan, düzdürmü?
Qapadıqda deyir, bəli. Bu tərəf müsbətdir, bu tərəf də mənfidir. 0,5 saniyə müddətində deyir. İnduksiya EHG-si, öz-özünə induksiyasını yazdıq. Mənfi delta, pi bölünsün delta t olmalıdır. İndi mən bunu başqa cür yaza bilərəm. Mənfi L vurulsun delta'ya böl delta t. Bizdən buradakı delta-yı istəyir. Onda deyəcəm ki, 2 volt bərabərdir. İndi biz buradan onun ədədi qiymətinə baxırıqsa, mənfisinə baxmayacaq. L 0,2 indirdi. Delta i'ni bilmirəm, zamanımız 0,5'dir. Əvvəlcə gəlin buradan 0 tamları itirək. Aha, bu ikiləri də itirsək, delta i'yə nə qalmış olacaq? 5 amper qalmış olacaq. Buna da uyğun cavabımız hansıdır? B variantıdır. Sonra 12-ci suala baxıram. Qapalı keçirici konturdan keçən maqnit nizamının asılı qrafiki verilib. Qrafikin hansı hissəsində yaranan özünün induksiya HG-si yaranmır. Baxın, induksiya HG-sinin yaranması üçün mütləq şəkildə fi dəyişməlidir uşaqlar. Fi dəyişməsi baş verməlidir. Əgər fi dəyişməyibsə 1, 2-də və 3, 4-də, ona görə də burada elektrik cəryanı yaranmaz. 1, 2, 3, 4 A variantına uyğun cavabdır. 13-cü suala gəlirəm. Sabit cəryan axan verilmiş induktivli sayğacı maqnit sahəsinin enerjisi hansı cihazın köməyi ilə müəyyən etmək olar? Nə edəcək? Baxın, verilmiş induktivlik deyirsə, deməli L konstantdır, düzdür? Onda maqnit sahəsinin enerjisi üçün L induktivliyi ilə bağlı L kvadratı bölü 2 yaza bilərik. Onda deməli L induktivliyi verilibsə I yoxdur. I-ni ölçən nədir? Ampermetr. Ona görə də cavabı D variantı kimi qəbul eləyə bilərik. Sonra 14-cü suala gəlirəm. Bir cisim maqnit sahəsində çeviri üzrə dövr edən protonun sürəti 2 dəfə artırılarsa, dövrətin periodu. Bateriyanın düsturları nə idi? 2 pi m bölünsün QB-dir, düzdür? Düz tezliyin düsturu nə idi bəs? QB bölünsün 2 pi m-dir. Bir də ki, omega dövrü tezlik də var. Bu da düsturu QB bölünsün m deməkdir. Radiusdakı MV bölünsün QB deməkdir. İndi baxırıq nəyə? Deyir ki, dövrətimə periodu 2 dəfə artar. Baxın, sürətdən söhbət gedir də. Periodu sürət varmı? Yoxdur. Ancaq o bu düsturlardan asılıdır. Ona görə də deyəcək ki, buradan sürət olmadığına görə dəyişməyəcək. 1 də səhvdir, 2 də səhvdir. Period dəyişməz, 3 doğrudur. Heç bu birişlər verməyib. Bizə radius istəyir. Radiusdakı sürətdən düz asılıdır. Bunu 2 dəfə artırmışamsa, bu da 2 dəfə artar. Doğrudur. 3, 4 doğru. 5, 6 onda səhv olmuş olacaq. Cavab eləyər Y variantı. Sonra 15-ci suala gəlin keçək. 15. Cəryanlı naqillərin yaratdığı maqnit sahəsində hərəkət edən müsbət yüklü zərrəci təsirin əvəzləyici qüvvənin istiqamətini təyin edin. Deməli, biz burada nə etməliyik? Baxın, fikir verin. Görəm ki, burada başqa heç bir qüvvə yoxdur. Cəryanlı naqilə bir dənə Lorentz qüvvəsi təsir göstərəcək. Bunu necə bilirəm? Baxın, bu aşağıdakı cəryan sola tərəf yönəlib, düzdürmü? Bu sola tərəf yönələnin cəryanın sağına baxsaq x olmalıdır. Solda nöqtə olmalıdır. İndi gəlirəm digərinə. Bax, bu cəryan yuxarıdakı cəryan. Burada özü sağa yönəlib. Onda bunun öz istiqamətin sağı x-dır. Solu nöqtədir. Yəni, cəryanın axın istiqaməti ilə baxın da. Məsəl üçün, bunu bax, burada belə yönəltsəm, sağı x-dır, sol nöqtədir. Bax, bu şəkildə olur. Hə, uzun sözün qısası. Onda deyəcək ki, bizim bu müsbət yükümüz əslində x-b induksiya vektorundadır. Onda mən nə deyəcəm? Deyəcəm ki, Lorentz qüvvəsinə əsasən b-miz x-dır. Sürətimiz sağa doğrudur. Onda əlimizin içini açırıq. X olduğu üçün 4 barmağımız da sağa tərəf yönəldirik. Onda baş barmaq yuxarı yönəlir. Başqa heç bir qüvvə olmadığına görə. Onda da deyəcək ki, bizim əvəzləyici qüvvəmiz də Lorentz qüvvəsi ilə eyni olduğu üçün yuxarıya doğru yönələcək. A variantı doğru cavabdır. Sonra 16-cı suala baxıram. İnduksiyası 0,4 Tesla olan bir cismin sayesinde perpendiküler daxil olan yüklü zərrəcik 10 GHz tezliyi ilə bərabər sürətlə dövr edir. Zərrəciyin xüsusi yükünü hesablayın. P-ni də verib bizə. Baxın, tezliyin ifadəsi nə idi? Dedik ki, QB bölünsün 2πm olmalıdır. İndi Q böl M bizim üçün köşdürüqdür. Ona görə köşdürük B bölünsün 2π kimi yazacağım. İndi mən buradan köşdürüqü təyin eləməliyəm. Köşdürüqü necə təyin edəcəm? Köşdürük bərabər olmalıdır. 2π'ni bölünsün B-yə. Aha. 2 pi'mizin yerində 3. Nüdəki GHz-dir. Bunun da yerinə nə yazacağıq? 10 vurulsun 10 üstü
9. Və aşağıda nə var? Aşağıda da bir dənə B var, 0,4. Onda nə edəcəyik uşaqlar? Baxın, ona vursaq məxrəcdə surəti də burada artıq 10-un kvadratı olsun. Çünki ona vuranda 10 kvadratıdır. 2-dən 4-ü ixtisar aparın, burada 2 qalır. 3-ü 2-yə böldükdə 1,5. 2 ilə də 9-u cəmləsəm 11 eləyir. Onda 3 bölü 2 1,5-dir. Onun üzərində də 11 qalır. 1,5 10 üstü 11 elə D variantında verilmişdir. Sonra 17-ci suala baxıram. Deyir ki, xüsusi yükü nə deyir? 10 üstü 11, sürəti 1 megametr bölü saniyə olan bir cisim maqnit sahəsinə perpendikülər daxil olan 10 üstü 14 metr bölü saniyə kvadrat təcili ilə bərabər sürətli dövr edir. Maqnit sahəsi induksiyası. Bayaq qeyd eləmişdik də bunu bir neçə dəfə. MA bərabər olmalıdır QV B-yə. Çünki Lorentz qüvvəsinə başqa heç bir qüvvə təsir göstərmirsə, MA QV B-yə bərabər edə bilirik. O zaman nə edəcək? B-ni tapmaq lazımdır. Aha, B neye beraber olacak? MA bölünsün Q B'ye. Bu A'dı da. Hə. Belə yazaq. Hə. Ya da. Aha. İndi deməli. Burada Q bölü E neye bərabərdir? Küştürük da düzdürmü? Məxrəcdə yazılacaq. Odur ki A bölünsün küştürük. B yazmış oldu. A təcilimiz 10 üstü 14'dür. Küştürük 10 üstü 11'dir. 10 üstü 14 deyib 4 yazmışım. Hə. B isə hə, bir tek uşaqlar burada bir diqqətsizlik olub. B yox, B olmalıdır. Çünki B-ni tapırıq. Hı -hı. İndi V'nin də yerinə 10 üstü 6 yazarıq da, düzdür? Çünki 1 megametr bölü saniyə 10 üstü 6 deməkdir. İndi qalanı da hesablayacağıq. Necə hesablayacağıq? Deyəcək ki, hamısı elə 10 üstülər də 10 üstü 11 ilə 10 üstü 6, 10 üstü 17 eləyir. 10 üstü 14 ilə 10 üstü 11'i ixtisar aparsaq, burada 10 üstü 3 qalmış olur. 10 üstü 3 dədir. 10 üstü 6-nı ixtisar aparsam 10 üstü mənfi 3 qalmış olur. Bu da 1 milli Tesla'dır. B'ni tapırdıq da. Aha. Cavab elədir Y variantı. Sonra kapalı keçirici konturdan keçən maqnit sel nizamının qrafik verilir. Kontur dayanı indüksiya EHG-si modulu hansı zaman intervalında daha kiçikdir? Bax, moduldan söhbət gedir. İndüksiya EHG-si üçün yazırıq ki, mənfi delta fi bölünsün delta T. Baxıram ki, delta T bax 1 saniyə, 1-dən 2-yə 1 saniyə, 2-dən 3-ə 1 saniyə, 3-dən 4-ə, 4-dən 5-ə hamısında 1 saniyədir. Onda biz indüksiya EHG-si modulunu tapmaq istəsək, onda modulda, yəni delta fi bölü delta T olurdu. Mənfisi nəzərə almasaq. Onda bu da bizə mənfisiz olacaq ki, delta fi bölünsün delta T. Sonra da dedik ki, delta T'lər eynidirsə fi'lərə baxacağım. Fi'nin ən kiçik olması üçün, yəni harda ən az dəyişəcəksə, indüksiya HG-si orada daha kiçikdir. Baxın, mən buradan qiymətlər yazıram. Bax, buranı 1 götürürəm, buranı 2 götürürəm, buranı 3 götürürəm özümdən. Siz istədiyiniz rəqəm götürə bilərsiniz. Bu başlamayı isə 0,5-dən başlasın, fərz edək. Baxın, indi birinci hissəyə fikir versək görərik ki, buradan 3-dən 0,5-ə düşüb. Yəni 2,5 dəfə dəyişib. Sonra bu 0,5'te 3'e qalxıb. Burada da 2,5 dəfə dəyişib. Sonra bu 2-3 zaman fasiləsinə baxın. 3-dən 1-ə düşüb. Demək burada 2 dəfə də 2 vahid dəyişib. Buradan 3-dən 4-ə baxanda 1-dən 2-yə qalxıb. 1 vahid dəyişib. 4-5 saniyə aralığında isə 2-dən 0-a düşüb. Burada da 2 vahid dəyişib. Deməli ən aşağı, ən kiçik harda dəyişib? 1-də. Bu hansıydı? Bax burada 3-4 saniyə aralığında. Cavab eləyər C variantı. Sonra 19 deyir ki indüksiya HG-si, öz-özünün indüksiya HG-si delta T. Şurada bir dənə delta I yoxdur da burada cərəyan şiddətinin dəyişməsi. Bunu da necə bilirik? Deyirik ki, öz-özünə indüksiyada indi modulca baxsaq, mənfisini də yoxdur yazaq. Delta I bölünsün delta T elə vurulur da. İndi mən buradan bir dənə delta I-ni tapsam, delta T-ni epsilona vurub elə bölərəm. Sonra 20-ci suala gəlirik. Deməli, bu cavabları görmək. Çox uzaq qalmasın. Ağartdıq. Bizə deyir ki, rezistorun temperaturu 200 dərəcə Celsius olanda sarğacı maqnit sahəsinin enerjisi 8 millijoule olmuşdur. Temperaturu 650 dərəcə Celsius olanda maqnit sahəsinin enerjisini hesablayın.
Mənbəyin daxili müqaməti, sayğacın aktiv müqaməti nəzərə alınmır. Temperatur əmsalını bizə 1004 vermiş olub. Rezistordur. Rezistor metaldır. Metal naqillərdə R bərabər olmalıdır. R0 vurulsun bir üzərinə gəlsin alfa T. Maqnit sahəsinin enerjisi 8 millijoule bir olmuşdu. Buradan el induktivliyi sabitdir. Aha. Onda ne eləyərik? Deyərik ki, R birinci halda bərabərdir. R0 vurulsun bir üzərinə gəlsin. Alfamız 1004'tü. Vursun T'miz de 200'dü. Maraqlıdır. R0 vurulsun. Bir üzerine gelsin. Bu bize verici 0,8. Bu elədi 1,8 R0. Gəlir indi ikinci hissəyə. R2 neye beraber olacak? R2 beraber olacak. R0 vurulsun bir üzerine gelsin. 0,4 vurulsun 650. İndi gel bunu bırak. Deməli, R0'ı vuracağım. Bir üzerine gelsin. Elə bil ki 4 4 5 20 de 4 6 24 2 hatta. Burada da eləməlidir 2,6. Şimdi bu sıfırları itirdik de. Bu da bize verecek 3,6 R0. Şimdi bana neye fikir verir uşaqlar? Burada 1,8 R0 idi. Burada 3,6 R0'dır. Deməli, R'imiz 2 dəfə artıb. R 2 dəfə artıbsa i cəryan olmalıdır. 2 dəfə azalmalıdır. 2 dəfə azalanda maqnit sahəsinin enerji düsturu birincisində bərabər olacaq. L i1 kvadrat bölü 2. Düzdür? Bunun qiymətini bizə 8 millijoule verib. 8 onsuz mənfi 3 kimi yazıram. Elimizin qiymətini tapmaq lazımdır ki, digərində də nəzərə ala bilək. Gəlin tapaq. El bərabər olacaq. 2'ni vuranda bura. 2 vur 8, 16, 10 üstü mənfi 3. 2 dəqiqə. Bəlkə bunları əlaqələndirək. Hı? Məncə bunları əlaqələndirək. Çünki yerinə qoyub hesablamaqla ala bilməyəcək. Mən də sizlə birlikdə baxıram bu suallara. Ona görə sizinlə birlikdə fikirləşirəm. Maqnit sahəsinin enerjisinin ikinci qiyməti üçün yazacağım ki, yenə elde 2 kvadratı böl 2. Bunun qiymətini tapmaq lazımdır. Biz 2 dəfə i cəryan şiddəti azaldığı üçün yazacağım ki, i2 bərabərdir i1 böl 2. 2 dəfə azalıb da, düzdürmü? Görək. Tərəf-tərəfi bölsək. Maqnit sahəsinin enerji düsturun birincisini bölsəm, maqnit sahəsinin enerji düsturun ikincisini. El böl 2'ləri ixtisar aparaq dalın qiymətini tapmaq ehtiyac yoxdur. Olacaq i1 kvadrat bölünsün i2'nin kvadratı. Bax, buradan yola çıxaraq artıq hesablayacaq. Hardan hesablayaq? Birincisinin qiyməti 8, 10 üstü mənfi 2 idi. Bölünsün ikincisinin qiymətini tapmalıyam. i1'imizin yerində ilə i1 kvadratı yazıram. i2'nin yerində i1 böl 2 yazanda i1 kvadrat böl 4 olur. 4'ü yuxarıya qalxır. Onda görək nə baş verir. i1 kvadratlar ixtisar gedir. 4 ilə 8 ixtisar gedir. Burada 2 qalmış olur. O zaman maqnit sahəsinin enerjisinin ikinci qiyməti bizə nəyi verməlidir? 2 10 üstü mənfi 3'ü. Yəni 2 millijoule verməlidir. 2 10 üstü mənfi 3 kimi yazacaq bunu. İndi deyirəm ki, heç bir problem yoxdur. Tamam. Sonra ne edecek? Ne yazacak? Bunlar bu şekilde. Geçək 21. sual. Bunun cevabı var idi. Məbləğ açıq sualdı. Biz nə aldıq orada cavab? 2 aldıq, hə? 2 isə cavab D variantı. Hə. 21. 21'i çok uzatmıyorum uşaqlar. Çünkü buradan rahat görünür. Biz deyirik ki, öz-özünə induksiya HG-si nəyə bərabər olmalıdır? Mənfi delta L vurulsun delta, mənfi L vurulsun delta-yı bölünsün delta T, düzdür? İndi fikir verirəm ki, burada i qiyməti artır və düz asılıdır. Həmçinin biz nə demişdik? Demişdik ki, öz-özünə induksiya EHG-si bərabər olmalıdır. Mənfi L, i-nin zamanı görə birinci tərtib törəməsi. Çünki bu delta T böl, delta-yı böl delta T bizə i-nin zamanı görə birinci tərtib törəməsini verir. Odur ki, düz asılığın törəməsi sabit asılıqdır. Bu artıbsa mənfidən olmalıdır. Qarşıdakı mənfiyə əsasən. Ona görə burada nə olacaq? İsbatını verirəm sizə. İkinci halda isə mən nəyə fikir verirəm? Görürəm ki, bu azalıb.
i azalıb. i azalıbsa qarşıdakı mənfi əsasın artacaq və sabit qalacaq. O da müsbətdən bax bu şəkildə. Cavab eləyər B variantı. Sonra 22-ci suala baxıram. Deyir ki, bir cism maqnit sahəsinə verilmiş radiuslu. Aha. Çevre üzrə bərabər sürətlə dövr edən zərrəcin təcinin zərrəciyin xüsusi yükünün hansısa qravitiyə nəyə bərabər idi? Verilmiş radiuslu deyir. Onda deyəcək ki, MA bərabərdir. A-nı da Q-ya oxşatdıq. MA bərabərdir Q və B-dir. İndi A-nı buradan tapsam Q böl M, burada da VB olacaq. Və nə görürəm buradan? Q böl M-dən A-mız düz mütənasib asılıdır. Çünki radiusla da gedə bilərdi əslində. Amma ki, nə ehtiyac? Verilmiş radiusdur. Bərabər sürətlə dövr edir. Sürətimiz sabitdir. Eyni maqnit sahəsidir. Bir cins maqnit sahəsidir. Nəticədə onda düz asılıdır. A variantı. Sonra 23-cü suala baxıram. Deyir ki, cəryan sarğacının maqnit sahəsinin enerjisinin cəryan şiddətinə asılı qrafiki verilib. Sarğacın indüktivliyini hesablayın. Maqnit sahəsinin enerji düsturu nədir uşaqlar? Eli kvadrat bölü 2 deyilmi? Mən buradan sarğacın el indüktivliyini hesablamaq istəsəm, el bərabər olacaq 2 W maqnit bölünsün i-nin kvadratı. 2 vurulsun maqnit sahəsinin enerjisi üçün. İndi mən məsələn burada 0,9-un 3-ü götürürəm. Siz istəsəz 3,6-nın altını götürün. Heç bir fərqi yoxdur. 0,9, 3-ün də kvadratı 9-dur. Hə, odur ki, buradan 0,9 ilə 9 ixtisar gedəndə 0,1 qalır. 2-ni 0,1-ə vurduqda 0,2 yaza bilərik. Bu da Henry olacaq. Niyə görə? Çünki hə, indi gəldi əsas məsələ. Burada milli Joel olduğu için onu əvvəlcədən çevirmədim ki, milli Henry'dir. Amma çevirsəydik yenə də eyni ifadəni alacaqdıq. Sonra 24-cü sual. Həm bu açıq sualdır. Bax, R1 30'dur, R2 20 ohmdur. Naqillər induktivliyi L5 Henry olan sarğac EG'si 28 volt daxil müqaviməti 2 ohm olan mənbəyə qoşulub. Aha, sarğacın maqnit sahəsinin enerjisi milli Joule hesablayın. Nə maraqlı. Deməli, nə edirik burada? Bunlar görürəm ki, bir-birlərinə paralel birləşiblər. R paralel. Nəyə bərabər olacaq? R1, R2 bölünsün, R1 üstə gəl R2. Qiymətlə yerini yazıram. O deməkdir ki, 600 bölünsün 50. Bu da bizə verəcək 12 ohmu. 12 ohm bu şəkildə o buradadır. Biz əvvəlcə i-ni tapsaq, tam dövrə seçicinin ohm qanununda i bərabərdir epsilon bölünsün r üzərinə gəlsin. İndi r ümumidə bu. Balaca r daxil müqavimət. 28 bölünsün 12 üzərinə gəlsin 2. Çünki r'imiz 2 idi. 28 bölü 14 bu bize 2 amperi verdi. Çok güzel. R'in qiyməti nə verib? Əla. Maqnit sahəsinin enerjisi də bərabər olmalıdır. L-i kvadrat bölü 2. İndi L-i milli Henry ilə verib. Burada da milli joule istəyir. Ona görə də dəyişməyəcəm. Yəni onun yerinə 5 yazacağım. 2'nin kvadratı 4'dür bölü 2. Bu da bize verecek 10 milli joule. Cavab elədi 10 milli joule. Sonra 25-ci suala baxaq. Verilmiş induktivlikli sarğacın keçən cəryan şiddətini deyir. 5 amper azaltdıqda azaldı bu uşaqlar. Sarğacın maqnit sahəsinin enerjisi 4 dəfə azaldı. Cəryan şiddətinin ilk qiymətini hesablayın. Verilmiş induktivlik. Bu nədir? Eli kvadrat bölü 2 deyil düsturumuz. Görəcəm ki, kvadratik düz aslıdır. Onda maqnit sahəsinin enerji düsturu 1 bölünsün 2 bərabər olacaq. i1 kvadrat bölünsün i2 kvadratı. Onda nə olacaq? Deyir ki, cəryan şiddəti 5 amper azaldıqda, i1 çıxılsın 5 olduqda, bu 4 dəfə azalıb. Maqnit sahəsinin enerjisi birincisindən 4 dəfə az olub. Onda gəlin qiymətləri yerinə yazın, qoy aşağına apardım, daha rahat görək. Onda nə edəcək buradan? Birincisinin yerinə heç nə yazmıram, özü olduğu kimi qalsın. İkincisinin yerində yazacağım ki, maqnit sahəsinin enerjisinin 1 qiyməti böl 4, 4 də yuxarıya qalxacaq. Bərabərdir i1 kvadratı bölünsün. i1 çıxılsın
5'in mötərizə kvadratı. İndi mən nə etməliyəm? Buradan bunlar ifadələri ixtisar elədim. 4'ü də kökə salıram. Bu ifadəni də kökə salıram ki, rahat cavablar ala bilək. i1 bölünsün i1 çıx 5 alarıq. Buradan indi artıq hazırdır da i1 bərabər olacaq. 2 i1 çıxılsın 2 bölü 5 10. Onda i1 bərabər olacaq elə 10 amper. Cavab elədi 10 amper. Birincisi 10 amper imiş. 6-cı, 26-cı. Buradan qoy biraz beləyik, görək. Aha. Deyir ki, cərəyanın adlı maqnit sahəsində hərəkət edən modulca eyni yüklü zərrəciklərə təsir edən Lorentz qüvvələri haqqında hansı ifadələr doğrudur? Baxın, biz nə etməliyik? Diqqətlə qulaq asın burada. Bax, bu i cərəyan şiddəti sağa doğru yönəlib, düzdürmü? Sağa doğru yönəlibsə onun aşağı hissəsi x olmalıdır, çünki cərəyan öz axının sağıdır x. Sol, yəni yuxarı hissəsi isə nöqtə olmalıdır. İndi mən bu aşağıdakı yükə baxıram. Ya da birinə baxaq. Birincisi hansıdır? Yuxarıda müsbət yüktür. Bu müsbət yüktür. Lorentz qüvvələrini istəyir. Sol qaydası ilə hesablayıram. Bu hissəsi nöqtədir, yükümüz də müsbətdir. Onda əlimizin üstünü görməliyik və 4 barmaq sürət oxu istiqamətində olacaq. Və bu şəkildə baş barmağı da aşağı düşür. Və bu belə olacaq. Bu dırnaqlarımızdır. Çünki nöqtədir də. Belə də yadda saxlaya bilirsiniz. Nöqtə olanda dırnaqlarınızı görməlisiniz. Dırnaqları nöqtə kimi qəbul edin. X olduqda isə əliniz için görürsünüz. Çünki əlimiz içində də müəyyən qədər xətlərdir. Yəni, elə yadda saxlamaq olar. İndi onda Lorentz qüvvəsi burada nə olacaq? Aşağı doğru yönəlmiş olacaq birincisində. 1 doğrudur. Onda yuxarı yönəlməsi səhvdir. 2 yükündə nə olacaq? 2 yükündə də deyəsəniz deyil olmalıdır. Baxın, x-dır, düzdür. Normalda əlimiz içini görürük. 4 barmaq sağa doğrudur. Baş barmağımız belə yuxarı yönəlmiş olacaq. X-də axı. Ancaq ki, burada mənfi yüktür. Mənfi olduğuna görə tərsini götürürəm. Yuxarısı aşağını götürəcəm. Ona görə də deyəcəm ki, Lorentz qüvvəsi 2-də də aşağı yönəlir. Yəni 3 doğrudur, 4 səhvdir. Sonra Lorentz qüvvəsinin modulu. Bu yüklər bizə nə deyir? Eyni yüklüdür. Yüklər eynidir. Eyni sürətlərlə hərəkət edirlər və cərəyan alınmaqsa sərkinin olacaq. Lorentz qüvvələri. Hətta eyni i cərəyanın ətrafında olduğu üçün bu beylər də eynidir. Onda F Lorentz nəyə bərabərdir? Q, V, B sinus 90-da yazmıram, çünki qiyməti 1-dir. Ona görə Q də, V də, B də eynidirsə, onun da qiymətləri eyni olacaq 5. Cavab eləyəcək 1, 3, 5. Sonra gəlirəm 27-ci suala. Nə deyir buradan? Bilirsiniz bu nə kimidir? Sual uşaqlar. Yadda saxlayın ki, daxil eləmək istəyirik, daxil olmaq istəmir. Çıxartmaq istəyirik, çıxmaq istəmir. Sanki belə deyək də, onu yəni yaxınlaşdırmaq istəsək, daxil etmək istəsək, özündən itələnəcək, gedəcək qırağa sağa doğru. Ancaq ki, çıxartmaq istəsək, yəni uzaqlaşdırsaq, o cəzb olunacaq. Siz bunu real həyatda da maqnitlərlə edə bilərsiniz. Bir maqniti başqa maqniti yaxınlaşdırmaq istəsəz, uzaqlaşacaq. Amma özünüzə tərəf çəksiniz, özünüzdə yaxınlaşacaq. Biraz sürətli izah edirəm ki, çox suallarımız var. Onların hamısını çatdıraq. Deməli, sabit maqnit və ipdən asılmış alüminium halqa təsvir edilmişdir. Uyğunluğu müəyyən edin. Biz bilirik ki, indüksi vektoru N-dən çıxıb S-ə tərəf gəlməlidir, düzdürmü? Biz onu yaxınlaşdırırıq. Maqniti yaxınlaşdırdıqda nə olmalıdır? Yaxınlaşdıranda daxil olmaq istəmir, uzaqlaşacaq. Konturdan keçən maqnit seli nə olur bəs? Baxın, maqnit seli buradan N-dən çıxır da yaxınlaşdırırıq. Yaxınlaşdırılan zaman bir də onu fikir verin. Tutaq ki, maqnit, daha doğrusu çərçivə, qapalı konturlu çərçivə və budur, düzdürmü? Burada da NS qütbü var. İndi bax fikir verin. Buradan fərz edək ki, N-dən B indüksi vektorlar bu şəkildə çıxır. Mən tutaq ki, 5 dənə göstərim də, düzdür? Görürsünüz, 3-ü keçdi, içindən ikisi keçmədi. Amma mən bunu yaxınlaşdırsam, gəlin belə eləyək, görün bunu çəkə bilərəmmi? Yaxınlaşdırsam nə olacaq? Görürsünüz, hamısı keçdi içindən. Hə, deməli bu nə oldu? B-lərin sayı artdı. B-lərin sayı artdısa, fi bərabərdir B-s deyilmi? B-lərin sayı artanda B-nin özü də artdı. B-nin kimi də götürə bilərik bunu. Onda A doğrudur. Birincisinə A uyğun gəlir. Bir də A-dır. Həmçinin maqnit yazalar dəyişməz, halqa cəzb olunmur, itələnir, EHG yaranmalıdır. Yox, bir dənə A uyğun gəldi bura. Sonra
İkincisi də gəlir. Maqnit halqadan uzaqlaşdıqda. Uzaqlaşdırırıqsa artıq nə olur? Özünə cəzb eləyəcək. Özünə cəzb elədiyinə görə və bayaqki kimi göstərir. Əslində qoy onu göstərim. Aha. İndi mən bunu uzaqlaşdırıram. Tərsinə eləyirəm. Fikir verin. Uzaqlaşdıranda nə oldu? 3'ü keçmiş oldu. Deməli, onda verilən sayı azalırsa fi maqnit seldə azalmış olar. Odur ki, qoy bunları silim. Bilmədim nəyi sildim, nəyi qaldı. Birincisi demişdik ki A'dır. İndi ikincisini deyək. İkincisi dedik ki uzaqlaşdırıqsa cəzb olunar. Cəzb olunar hansıdır? D'dir. Həmçinin maqnit seli azalar. B. Səbəbini izah elədik. İndi başqa varmı? EHG yaranmaz, dəyişməz. Bu seyləndə deyir ki, sükunətdə qaldıqda, bir-birinə nəzər sükunətdə qaldıqda. Biz nə deməkdir? Yəni bu halqanı da birbaşa və sürətlə sağ aparırlar, maqniti də. Yəni necə ki, iki dənə avtomobil ard-arda hərəkət eləyir eyni sürətlə, öndəki avtomobil arxadakı avtomobilə baxanda onu sükunətdə görmüş olur. Çünki eyni sürətlə, eyni istiqamətdə hərəkət edirlər. Burada da eyni proses gedir. Odur ki, bu üçüncüsünə həm EHQ yaranmayacaq fi dəyişmədiyi üçün, həm də ki, maqnisi dəyişmirdi zaten. Onda 3'də də olacaq SY. Bu şəkildə daha sonra gəldik əsas məsələlərə. Deyir ki, dinamometrin hər birindən eyni kütləli sabit maqnit asılmışdır. MG-ləri eynidir. Aha. Deyir ki, hər iki dövrədə K çarını qapadıqda, K çarını qapasaq nə baş verəcək? Bura müsbətdir, bura mənfi, həmçinin bura müsbətdir, bura mənfi. Müsbətdən cəryan keçmiş olur, bu şəkildə. Gəlir mənfi çatır. Burada da həmçinin. Amma bu əsas cəryandır. Bir də indüksi cəryanı var. Hə. Deyir ki, qapadıqdan sonra 1 dinamometrin göstəricisi 0,4 Newton, 2 dinamometrin göstəricisi 0,2 Newton olmuşdur. Hə. İndi məsələ nədir? Deyirik ki, bax buradan. Mən bunları çəkmişdim, düzdür. Ev yox. Dinamometrin göstəricilərinin dəyişməsinin və müxtəlif olmasının səbəbini deyir, izah edin. İzah edək. Bax, bunların maqnitlərinin fərqli qoyulmasıdır. Birinci səbəb odur ki, maqnitlərin qütblərinin yerlərinin fərqli olması burada B deyək də dinamometrin göstəricilərinin dəyişməsinə əsas səbəbdir. Bunu da isbatı necə verə bilərik? Bilirik ki, bax, K çarı bağlandı. Hər ikisinə K çarı bağlandı. Müsbətdə mənfiyə cəryan axır. Bu əsas cəryandır, düzdürmü? Əsas cəryan bu istiqamətdədir. Bu şəkildə bunları göstərdik. Və K çarı bağlansa, I əsas nə olmalıdır? Artmalıdır. Əsas cəryan artanda burada bir indüksiya cəryanı da var ki, onu azaldır. Sırf bu səbəbdən deyəcəyik ki, burada indüksiya cəryanı da yuxarıya doğru yönəlmiş olur. O belə əks istiqamətə yönəlmiş olur. İndüksiya cəryanını buradan belə bu şəkildə göstərdik. İndi məsələ nədir? Məsələ odur ki, sarğacın daxilində necə ki, yadınıza gəlirsə, maqnitin daxilində deyirdi ki, S-dən N-ə gəlirsə, burada da eyni qaydada. Sarğacın daxilində bu S-dən N-ə gəlib keçmiş olur. Burada da həmçinin S-dən N-ə. Və N-lə S bir-birini cəzb edir. Zaten bu birincisi üçün yazıram. Zaten aşağı doğru mc ağırlıq qüvvəsi var idi. Bir də aşağı doğru cəzb olundu. Buna bir F qüvvəsi deyirəm. F qüvvəsi ilə cəzb olunmuş olsun. Onda dinamometrin göstərişi nə olacaq? F əvəziyyəçi kimi qəbul etsək birinci halda. İkisi də eyni istiqamətdə mc ilə F-i cəmləyərəm. Və bu bizə verər 0,4. Bu maqnit sahəsində enerjisi, yəni F maqnit yazıram elə bura. 0,4 verər. İkinci halda isə görürəm ki, bunlar bir-birlərini cəzb eləmişlər, düzdür? İkisi də S olduğuna görə bir-birlərini itələyəcəklər. Hə, onda deməli deyəcəm ki, F əvəzləyici, qoy belə yazaq ikincisi üçün. İkinci halda görəcəm ki, mc yenə aşağı doğrudur, amma F maqnit yuxarı doğrudur. Onda deməli F əvəzləyici 2 üçün yazacağım ki, tərsini. Yəni mc çıxılsın, F maqnit. Bu da olacaq 0,2. Ne dəyişməsinin səbəbi əsas buydu. Bunları bu 28-ci sualın cavabı bunlardır. Maqnitlərin, qütblərinin fərqli yerdə olması və yəni əsas elə odur da. Səbəbini də bu şəkildə göstərdik ki, bunun birincisində 0,4, ikincisi 0,2 ona görədir ki, birincisi cəmlədik. Bunlar ikincisində isə çıxdı.
İndi 29-cu. Deyir ki, sarğac səhvinin maqnit təsirinin qüvvələri hesablayın. Qüvvələri hesablamamızı istəyir, F maqnitləri hesablamamızı istəyir. Onda mən nə edə bilərəm? Bunlarla əlaqələndirə bilərik. Bu ifadə ilə bu ifadəni bir-birinin əlaqələndirək. Nə edə bilərik? Tərəf-tərəfə çıxa bilərik. Düzdür? Yəni tərəf-tərəfə çıxaq, daha rahat alarıq cavabı. Deməli, birincisi nədir? Hardan yazaq ki, daha rahat olsun? Bax, buradan yazıram. Baxardaq buranı. Və buradan yazıram. Birincisi üçün yazacağım ki, mg üzərinə gəlsin F maqnit bərabərdir 0,4. İkincisi üçün yazacağım ki, mg çıxılsın F maqnit bərabər olmalıdır 0,2. Tərəf-tərəfə çıxsaq, mg'lər ixtisar gələcək. F maqnitdən mənfi F maqniti çıxanda 2-dən F maqnit eləyir. 0,4-dən 0,2 çıxanda 0,2 eləyir. Onda F maqnit olmalıdır 0,1 Newton. Yəni bunu da bu şəkildə təhlil eləmiş olduq. Bir də üçüncü suala da gəlin baxaq. A və B hallarında dövrlərdəki açarı açanda və qapayanda cərəyan işlədilən dəyişmə prosesini izah edin. Bax, induksiya cərəyan yaranmasını bayaqsa qeyd elədim, düzdür? Əgər mən bu K-çanı qapayıramsa, bağlayıramsa, əsas cərəyan artır. Əsas cərəyan artırsa, orada induksiya cərəyanı nə olur? Onu azaltmağa çalışır, düzdürmü? Amma onu biz açdıqda nə olacaq? Açdıqda əsas cərəyanımız azalacaq. Əsas cərəyan azaldığı üçün induksiya cərəyanı nə olacaq? Onu artırmağa çalışacaq. Başlayacaq onu artırmağa çalışır. Ona neyin istiqaməti olacaq? Odur ki, indi gəlin bunları sileyim, onda bu istiləri. Onda deyəcəm ki, indi belə deyək də, birini açıq hal kimi götürək, birini də qapalı hal kimi götürək. Açıq olanda nə dedik? Dedik ki, onu açanda əsas cərəyan azalır. Əsas cərəyan azaldığına görə induksiya cərəyanı da artmalıdır. Yəni ondan eyni istiqamətdə yönəlməlidir. Ona görə də deyəcək ki, o müəyyən qiymətdə başlayır, əsas cərəyanımız müəyyən qiymətdən başlayır azalmağa. Niyə görə azalır? Yəni müəyyən qiymətdən başlayır, amma yavaş-yavaş azalacaq da. Niyə görə birdən-birə azalmır? Çünki burada bir induksiya cərəyanı var. İnduksiya cərəyanı qoymur onu birdən-birə azalsın. Çünki dedik də biz induksiya cərəyanı odur ki, əsas cərəyan artanda onu azaltmağa çalışır, azaldanda onu artırmağa çalışır. Yəni birdən-birə qoymur. İndi əgər məsəl üçün mən onun qapalı halı üçün baxası olsam, qapalı halında nə olacaq? Artıq əsas cərəyanımız artmış olur. Yuxarıda danışmışdım deyə bunlardan bayaq. Ona görə hə. Onda deyəcək ki, bu əsas cərəyanımız artdığına görə i cərəyan şiddəti azalır. Ancaq ki, o birdən-birə yenə risk deməkdir. Yəni anidən birdən-birə arta bilmir. Çünki əsas cərəyanın əksini induksiya cərəyanı onu azaltmağa çalışır. Ona görə də bu artır və buradan artır müəyyən bir qiymətə gəlib çıxınca sabit qalır. Bu da oldu bizim 30-cu sualımızın izahı. Bu dediklərinizi konkret şəkildə, yəni ki, orada yazsaz, sizin 9 balınız alır ola bilər. Uşaqlar, hələlik bu qədərdir. Ümid edirəm ki, bütün suallar sizə tam aydın oldu. Qaranlıq nə sual qalsa, təbii ki, yenidən suallarınızı verə bilərsiniz. Rəy bölməsində və yaxud da ki, dərs zamanı məndən soruşa bilərsiniz. Bu kimi videoların davamlı olmasını istəyirsinizsə, rəy bölməsində yazmaqla, bəyənməklə və öz sinif yoldaşlarınız, hazırlıq yoldaşlarınızla bölüşməklə məni sevindirmiş olarsınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Gəlin dərs sınavlarında görüşmək ümidi ilə. Hələlik.